Hökumətin rəsmi hesabatına görə Azərbaycan Respublikasının büdcəsi 2025-ci ilin sonlarında artıq 39 milyard manatdır. Bunun 38,5 miljardı xərclənib. Nəyə xərclənib? Deyim sizə, sosial və pensiyalara, Qarabağın bərpasına, yolların təmirinə və təhsilə. Bu xərclərin fərdi arxasına baxaq. Sosial təminat. Birinci məsələ sosial ödənişlər Milli Məclisdə illərdir 80 manat qaldırmağa danışır, amma bir irəliləyiş yoxdur. Lakin bir gecəyə qərar verildi ki, məmurların maaşları nə az, nə çox birdən-birə 5.000, 10.000 artırılsın. Xalqa çatanda isə büdcədə pul yoxdur. Məmura gələndə isə büdcənin qapıları məmurun üzünə axırac açıldı. Belə ədalət olar. Keçək təhsilə. Rəsmi rəqəmlərdə təhsilə milyonlar ayrılır. Amma reallıqda kəndlərdə uşaqları qəzalı binalarda təhsil keçirlər. Və bu yaxınlarda çoxlarınızın şahidi olmusunuz ki, Xaçmazın kəndində məktəbin qəzalı vəziyyətdə olduğunu çəkib sosial şəbəkələrdə paylaşım etdiyinə görə və bu hərəkətə etiraz etdiyinə görə 15 tutuqla bu insana həbs etdilər. O milyonlar məktəb tikintisinə yox, sadəcə kağız üzərində təmir layihələrinə verilir. İnfrastruktur və yollar. Ən böyük yeyinti buradadır. Yolun bir santisini qısa etdikdə milyardlar, milyonlar yeyilir. Yəni bunu yol çəkənlər, orada işləyənlər çox gözəl bilirlər. Sonra da ilk yağışda yollar olur göl. Təzə çəkilən asfalt qopur, gedir. Niyə? Çünki o yollar xalq üçün yox, büdcəni talamaq üçün çəkilir. Və tez-tez büdcədən pul ala bilsinlər deyənə, yeni təmir üçün özlərinə şərait yaradırlar ki, belə bir vəziyyətlə. Ki, tez-tez büdcədən pul ala bilsinlər. Üzdən bəziyib, rəsmi sənəddə şişirdilmiş rəqəmlər yazılır. Qalan pulu isə xarici ölkələrdə villalar almaqla məşğuldur bu insanlar. Qarabağa olunan yatırımları da gördük ki, sosial şəbəkələr vasitəsilə insanlar etiraz edirlər ki, bu nə evdir tikib vermişsiniz bizə? Evlər üzdən bəzək idi, sadəcə içi nə gündə. Yerdə qalan milyardlarla pulu mənimsəyirlər, Qarabağa görə döyüşən insanları da Qarabağa buraxmaq istəmirlər. 9 milyard büdcənin vəsaiti var idi, 38,5 miljardı xərclənmişdi. Yerdə qalıb 527 milyon manat pul. Bu pul sadəcə qalıq rəqəm deyil. Bu xalqın haqqını və bu pul kimlərin seçiminə deyil, artıq xalqın rifahına, təhsilinə və həqiqi inkişafına xərclənməlidir. Lakin realda olanlar isə rəqəmlər yalan danışa bilər, amma yağışdan sonra dağılan yollar və marketdən çıxanda boş qalan ciblər yalan danışmır. Və xalq olaraq biz hələ də bu haqsızlıqlara susuruq. Bunlar bu büdcəyə gələn pul sadəcə hələ ki rəqəm üzərində bizə göstərilənlərdir. Görmədiyimiz narada milyardlar var ki, bu büdcəyə gəlir də, gedir də və bizim bundan nə bir xeyrimiz var, ziyan var ki, xeyrimiz yoxdur bunun bizə. Heç bir xeyri yoxdur bunun bizə. Çünki bu hökumət düzgün idarə, xalq üçün idarə olunmur. Bu hökumət öz cibi üçün idarə edir. Öz cibini düşünür, xalqı heç kim düşünmür. Nə qədər ki, xalq olaraq biz özümüzə qiymət, dəyər verib çıxıb haqqımızı istəməsək və belə də davam edəcək. Bundan sonra kim gəlir gəlsin, görəcək ki, xalq onsuz da hər şeyə susur. Yeni kim də gəlsə, heç bir dəyişiklik olmayacaq. Ta ki, bu çevrilişi biz edib, istədiyimiz insanı ora qoymayana qədər bizim lehimizə heç nə olmayacaq, heç bir şey dəyişməyəcək.